Salam, hər vaxtınız xeyir. Mən İşıq nöqtəsi tədris mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi Rüstəmi Səkinə. Əgər siz də buraxılış və qəbul imtahanlarına hazırlaşırsınızsa, bizim videolarımızdan faydalana bilərsiniz. Gəlin keçək videomuza. Bugünkü mövzumuz əsas nitq hissələrindən biri olan saydır. Ümumi qrammatik mənasına görə əşyanın miqdarını və sırasını bildirən əsas nitq hissəsinə say deyilir. Say neçə, nə qədər, neçənci suallarından birinə cavab verir və sayın cümlədə əsas vəzifəsi təyindir. Hansı ki, cümlədə isimdən, əşyadan əvvəl gələrək onu təyin edir. Saylar quruluşuna görə 3 yerə bölünür. Sadə saylar, düzəltmə saylar və mürəkkəb saylar. Sadə saylar bir kökdən ibarət olur. Gəlin baxaq. Məsələn, 7 və yaxud da 10. Bunlar sadə saylardır. Düzəltmə saylar isə leksik şəkilçilər vasitəsilə yaranır və bunu yadda saxlamaq lazımdır ki, digər əsas nitq hissələrindən say düzəldə bilmirik. Yəni, əgər isimdən, feildən, sifət yaxud da feildən isim düzəldə bilirdiksə, biz isimdən, feildən, sifətdən say düzəldə bilmirik. Yalnız sayın özündən say düzəldə bilərik. Məsələn, 7-ci. Bu düzəltmə sayıdır. Hansı ki, 7 sayına inci şəkilçisi artırılıb və 7-ci sıra sayını düzəltmişik. Yaxud da minlərlə. Gördüyünüz kimi 1000 sayıdır və lərlə şəkilçisini artırmaqla minlərlə düzəltmə sayını yaratmışıq. Bəzi istisnamız var ki, əvvəl, axır, son, filan sözlərinə inci şəkilçisini artırmaqla da biz düzəltmə say yarada bilərik. Məsələn, əvvəlinci, sonuncu, bunlar da düzəltmə saylardır. Mürəkkəb saylar isə 2 və daha artıq sayın birləşməsi nəticəsində yaranır. Mürəkkəb saylar defislə və ayrı yazılır. Bitişik yazıda mürəkkəb sayımız yoxdur. Bunu da yadda saxlayın. Və ayrı yazıda mürəkkəb saylarımızı biz tərkibi saylarda adlandırırıq. Gəlin mürəkkəb saylara aid misallara baxaq. Məsələn, 3, 4. 2 say vasitəsilə mürəkkəb say yaratmışıq və defislə yazılır. Yaxud da baxa bilərik ki, 172. Bu da mürəkkəb saydır. 3 sayın vasitəsilə yaranıb və ayrı yazıldığına görə biz belə sayları tərkibi saylar adlandırırıq. Tərkibi saylara məsələn bir qədər, bir sıra, bir çox kimi sayları da misal göstərə bilərik. Gəlin indi də sayların mənaca növlərindən danışaq. Saylar mənaca növlərinə görə 2 yerə bölünür. Miqdar sayları və sıra sayları. Miqdar sayları özü də 3 yerə bölünür. Müəyyən miqdar sayları, qeyri-müəyyən miqdar sayları və kəsir sayları. Gəlin müəyyən miqdar saylarından danışaq. Müəyyən miqdar sayları əşyanın konkret olaraq müəyyən bir miqdarını bildirir və müəyyən miqdar sayları neçə, nə qədər suallarına cavab verir. Gəlin baxaq. Məsələn, 15 yaxud da 100. Konkret miqdar bildirdiyinə görə bunlar müəyyən miqdar saylarıdır və müəyyən miqdar saylarından sonra gələn isimlər əsasən təkdə işlənir. Məsələn, 15 kitab yaxud da deyə bilərik ki, 100 vərəq. Gördüyünüz kimi təkdə işlənmişdir. Bəzən müəyyən miqdar sayları ilə aid olduqları isim arasında müəyyən sözlər işlənir ki, bu sözlərdən numerativ sözlər adlanır. Numerativ sözlər 2 yerə bölünür. Əsas vəzifəsi numerativlik olanlar, ikinci isə isim kimi işlənib, həm də numerativ söz kimi çıxış edə bilənlər. Gəlin misallara baxaq. Məsələn, nəfər, dənə, cüt, dəst. Bunlar yalnız numerativ söz kimi işlənən sözlərdir. Yəni, bunların əsas vəzifəsi yalnız numerativ söz olmaqdır. Digər numerativ sözlərə isə misal olaraq, məsələn, damcı, daha sonra baş, vedrə və s. kimi sözləri misal göstərə bilərik. Hansı ki, bunlar isimdir, ancaq numerativ söz kimi də işlənə bilirlər. Gəlin misallara baxaq. Məsələn, 5 nəfər
adam. Nəfər əsasən insan bildirən isimlərlə işlənir. Məsələn, 5 nəfər adam. Dənəyə baxaq. Dənə cansız varlıqlarla işlənir. Məsələn, 3 dənə qələm. Yaxud da baxaq ki, baş əsasən heyvanların sayını bildirmək üçün işlənir. Məsələn, 10 baş qoyun, 1 vedrə su və s. kimi misal göstərə bilərik. Gəlin indi də qeyri-müəyyən miqdar saylarından danışaq. Qeyri-müəyyən miqdar sayları əşyanın qeyri-müəyyən miqdarını bildirir və nə qədər sualına cavab verir. Qeyri-müəyyən miqdar saylarına bir neçə nümunələr göstərə bilərik. Məsələn, az, çox, xeyli, çoxlu bu kimi sözlər qeyri-müəyyən miqdar saylardır. Gəlin nümunələrlə baxaq. Məsələn, az adam, yaxud da çoxlu kitab. Baxırıq ki, az, çoxlu qeyri-müəyyən sayı bildirir. Ona görə də bunlar qeyri-müəyyən miqdar saylardır. Yəni, çoxlu kitab dedikdə çox kitab nəzərdə tuturuq. Kitabın konkret bir miqdarı verilməyib. Ona görə də qeyri-müəyyən miqdar sayları sayılır. Bu saylar bəzən hərəkətin əvvəlində işlənərək zərf kimi də işlənir. Məsələn, deyə bilərik ki, az danışdım. Yaxud da çoxlu yedi. Gördüyümüz kimi hərəkətin əvvəlində işləndiyinə görə bunlar zərfdir. Ancaq əgər əşyanın ismin qarşısında işlənirsə, bu zaman saydır. Bunu da qarışdırmayın. Daha sonra yuvarlaq saylara larla, larca şəkilçilərini artırmaqla da qeyri-müəyyən miqdar sayları düzəldə bilərik. Məsələn, minlərlə, yüzlərcə. Gördüyümüz kimi 1000 və 100 yuvarlaq saydır və biz buna lərlə, lərcə şəkilçiləri artırmaqla da qeyri-müəyyən miqdar say yaratmışıq. Daha sonra bir sayının müxtəlif sözlərlə işlənməsi nəticəsində də qeyri-müəyyən miqdar saylar yarada bilərik. Məsələn, bir sıra, bir çox, bir qədər və s. Və yadda saxlamaq lazımdır ki, bir sıra və bir çox qeyri-müəyyən saylarından sonra gələn sözlər mütləq cəmdə işlənməlidir. Məsələn, bir sıra kitablar və yaxud da bir çox maşınlar. Gördüyümüz kimi cəmdə işlənib. Yəni, mütləq cəmdə işlənməlidir. Bir sıra və bir çox saylarından sonra gələn isimlər. Müxtəlif sayların birləşməsi nəticəsində də qeyri-müəyyən miqdar sayları yarada bilərik. Məsələn, 10, 15, 3, 4. Gördüyümüz kimi müxtəlif sayları birləşdirmişik və qeyri-müəyyən miqdar sayları yaratmışıq. Və yadda saxlamaq lazımdır ki, bu kimi saylarımızda birinci tərəf ən azı, ikinci tərəf isə ən çoxu bildirir. Birinci tərəf ən az, ikinci tərəf isə ən çoxu bildirir. Unutmayaq. İndi isə gəlin kəsir saylarına danışaq. Kəsir sayları ya hissəni, ya da tam və hissəni bildirir. Nə qədər, neçə hissə suallarından birinə cavab verir və kəsir saylarını düzəltmək üçün da, də yerli kal şəkilçisindən istifadə edirik. Gəlin nümunələrə baxaq. Məsələn, 5-də 3. 5-də 3 kəsir sayıdır. Neçə hissə, yaxud da nə qədər suallarına cavab verir və da-də şəkilçisi, yerli kal şəkilçisi vasitəsilə 5-də 3 kəsirini yaratmışıq. Və kəsir sayları yalnız ayrı yazılır, defisdə yazılanı yoxdur və ayrı yazıldıqlarına görə də kəsir saylarına tərkibi saylar da deyilir. Gəlin indi də sıra saylarına danışaq. Sıra sayları əşyanın sırasını bildirir və
ıncı, inci, uncu, üncü şəkilçisi vasitəsilə düzəlir. Neçənci sualına cavab verir. Sıra saylarının digər sayın mənaca növlərindən fərqi bundadır ki, sifətin hansı sualına da cavab verə bilir. Sıra saylarının fərqi sifətin hansı sualına da cavab verməsidir. Məsələn, birinci sıra sayıdır. İnci şəkilçisi vasitəsilə düzəltmişik və neçənci sualına cavab verir, həmçinin də hansı sualına da cavab verə bilir. Məsələn, deyirik ki, birinci parta. Neçənci parta, yaxud da hansı parta? Gördüyümüz kimi hansı sualına da cavab verə bilir, digər saylardan fərqli olaraq. Və sıra saylarından sonra gələn isimlər həm təkdə, həm də cəmdə işlənə bilər. Məsələn, birinci parta deyə bilərik, yaxud da birinci partaları da deyə bilərik. Və biz sıra saylarını müxtəlif yollarla düzəldə bilirik, yəni yaza bilirik. Məsələn, birincisi hərflərlə ifadə edə bilirik sıra saylarını, yaxud da yəni Rom rəqəmlərlə də ifadə edə bilərik. Məsələn, birinci sayını Rom rəqəmi kimi bu işarə ilə ifadə edirik. Bu birinci deməkdir. Və əgər Rom rəqəmi ilə ifadə ediriksə sıra sayını, bu işarədən sonra, yəni Rom rəqəmindən sonra heç bir şəkilçi yazılmır. Yəni sıra sayının şəkilçisi yazılmır. Sadəcə bu formada yazılır və bu işarənin özü də, yəni bu birinci sayını bildirir Rom rəqəmi kimi. Həmçinin də ərəb rəqəmləri ilə də ifadə edə bilərik. Məsələn, birinci sıra sayını ərəb rəqəmi ilə ifadə edək. 1, 3 yazdıq. Və burada in şəkilçisi düşəcək, yalnızca C kimi yazılacaq. Birinci sıra sayını biz nöqtə, yarım mötərizə və defislə də bildirə bilərik. Bunlar da sıra sayıdır, birinci sıra sayını bildirir. İndi isə gəlin sayların isimləşməsindən danışaq. Sayların isimləşməsi nə deməkdir? Sayın əsas vəzifəsi dediyimiz kimi cümlədə əşyanın ismin qabağında gəlir, onu təyin edir və cümlədə də təyin vəzifəsində çıxış edir. Lakin biz sayı əşyadan ayırdıqda, yəni aid olduğu isimdən ayrılıqda işlətdikdə özünə məxsus xüsusiyyətlərini itirir. Yəni neçə, nə qədər, neçənci suallarına cavab verə bilmir, cümlədə təyin vəzifəsinə çıxış edə bilmir və əlavə olaraq ismin xüsusiyyətlərini qazanır. Bu nə deməkdir? Yəni isim kimi cəmlənə bilər, hallana bilər, mənsubiyyətə görə dəyişə bilər, cümlədə mübtəda və tamamlıq vəzifəsində çıxış edə bilər. Gəlin nümunəyə baxaq. Məsələn, yazaq ki, 10-cu siniflər gəlməmişdir. Gördüyümüz kimi 10-cu sıra sayıdır. Siniflərdən əvvəl gəlib təyin vəzifəsinə çıxış edir. Hansı siniflər, yaxud da neçənci siniflər? 10-cu siniflər. Biz burada siniflər sözünü atsaq, 10-cu sıra sayını tək işlətsək belə olacaq. 10-cular gəlməmişdir. Gördüyümüz kimi özündən sonra heç bir isim gəlməyib və ismin xüsusiyyətlərini daşıyır. Yəni ki, kim sualına cavab verir? Kim gəlməmişdi? 10-cular gəlməmişdi. Cümlədə mübtəda vəzifəsindədir və lər cəm şəkilçisini qəbul edib 10-cular gəlməmişdi. Yəni ki, burada 10-cu sayı isimləşmiş saydır. Yaxud da başqa misala baxa bilərik ki, birincilərimizdən razıyıq. Normalda birinci sayı neçənci, hansı sualına cavab verir. Ancaq bu cümlədə isə ismin sualına cavab verir. Kimdən razıyıq? Birincilərimizdən razıyıq. Həm cəm şəkilçisi qəbul edib, həm mənsubiyyət şəkilçisi qəbul edib,
həm də hal şəkilçisi qəbul edib və cümlədə də tamamlıq vəzifəsində çıxış edib. Bu da başqa bir nümunə sayın isimləşməsinə aid. Bugünkü mövzumuzdan bu qədər. Videonu bəyənməyi unutmayın. Əgər nəsə bir sualınız yaransa, bizimlə əlaqə saxlaya bilərsiniz. Gələn videolarda görüşərik. Sağ olun.